Salam. Bu videoda ədədlər nəzəriyyəsinin məşhur bir məsələsinin həllini verəcəm. Məsələ nədən ibarətdir? Bu FN ədədləri gördüyünüz kimi bu ədədlərə ferma ədədləri deyirlər. Əgər FN sadə ədəddirsə, onda həmin ədədə ferma sadə ədədi deyilir. Ferma belə bir iddia irəli sürüb. Burada n sıfırdan başlayır. N bərabər 0, 1, 2, 3, 4, 5 və s. Ferma belə bir iddia irəli sürüb ki, istənilən n üçün, n mənfi olmayan bir tam ədəddir, fn sadə ədəddir. Bu iddianı irəli sürüb. Yəni, istənilən n üçün fn sadədir. Yəni, n-ə 0 yazdığımız zaman 0 yazıb ferma, 1 yazıb, 2 yazıb, 3 yazıb, 4 yazıb, həqiqətən də sadə ədədlər alınıb. Sonra bunu istənilən n üçün ispat eləməyə çalışıb. İspat eləyə bilməyib. Amma yəni iddia eləyib ki, bu fn istənilən n üçün sadə ədəddir. Sonra hardasa bir 100 ilə yaxın müddət sonra Euler göstərib ki, f5 641-ə bölünür. Bu f5 ədədi 641-ə bölünür. Deməli, mürəkkəb ədəd olur. Yəni, Fermatın iddiası yanlış çıxıb. Bu videoda f5-in 641-ə bölünməsini isbatını verəcəm. İki fərqli üsulunu isbat edəcəm. Onu göstərəcəm. Və təbii ki, bu fnlər həmişə sadə ədəd olmur. Hətta n 4-dən böyük olanda tapılan bütün ferma ədədləri hələ ki mürəkkəb çıxıb. Sadə ferma ədədləri sonlu saydadımı, sonsuz saydadımı o bilinmir. Amma bu ədədlərin başqa maraqlı xassələri var. Məsələn, istənilən iki fərqli ferma ədədi qarşılığı sadə olur. Məsələn, buradan istifadə edib ispat etmək mümkündür ki, sadə ədədlər sonsuz saydadır. O isbatı YouTube kanalında vermişəm var. Sonra Gauss 1796-cı ildə hansı düzgün n-bucaqlıları yalnız pərgar və ölçüsüz xəttkeşdən istifadə etməklə qurmaq mümkündür. Onu n hansı şəkildə olsa bunu etmək mümkündür. Onu tapıb Gauss'un məşhur teoremi. Həmin teorem ferma sadə ədədləri ilə bağlıdır. Yəni, ferma ədədlərinin çox xassələri var. Onları bir videoda bir gün izah edəcəm. Amma bu videoda sadəcə f5-in mürəkkəb olmasını, yəni f5-in 641-ə bölünməsinin isbatını verəcəm. Bunu da ilk dəfə Euler edibdir. Birinci üsul. Birinci üsul. İndi göstərməliyik ki, f5-i hesablasaq, deməli 2 üstündə 32 plus 1 olur. Bu mürəkkəb ədəddir. İspat edəcəyik ki, göstərək ki, (641) f5-i bölür. Bunu ispat edəcək. İndi A bərabər 2 üstü 7 olsun. B də bərabər 5 olsun. O zaman 1 plus AB-ni hesablasaq əgər 641 əldə etmiş olarıq. İndi belə bir ifadəyə baxaq. 1 plus AB minus B üstü 4. Bu ifadəyə baxaq. Bu bərabərdir. 1 plus B-ni mötərizə xalinə çıxardacam. A minus B kubu vurulsun B olacaq. A-dan B kubu çıxsaq, yəni 2 üstü 7-dən 5-in kubunu çıxsaq 3 qalacaq. 1 plus 3B olur. Burada deməli A minus B kubunun 3 olduğunu da yerinə qoyaraq görə bilərik.
Və 1 plus 3b də 2 üstü 4 verir bizə. Çünki 16 eləyir. Bu da 2 üstü 4'dür. Deməli, belə bir ifadə əldə etdik. 1 plus AB minus B üstü 4 bərabərdir 2 üstü 4 oldu. İndi F5 nəyə bərabərdir ona baxaq. F5 bərabərdir 2 üstündə 32 plus 1. Bu bərabərdir. Bunu yaza bilərik 2 üstü 4 vurulsun 2 üstü 7, 2 üstü 28 plus 1. İndi 2 üstü 4'ün əvəzinə yazacağım 1 plus AB minus B üstü 4 yazacağım. 2 üstü 28 də A üstü 4 eləyir. A-nı 4-cü qüvvətə yüksəltsək 2 üstü 28 əldə etmiş olarıq. Plus 1. Bərabərdir. Belə bir ifadə alınacaq. 1 plus AB. 1 plus AB vuruğunu əldə etmək istəyirik. Çünki 1 plus AB 641'ə bərabərdir. A üstü 4 plus 1 minus A üstü 4 B üstü 4. Artıq 1 plus AB vuruğunun olacağını görürük. 1 minus A üstü 4 B üstü 4 vuruqlarına ayrılacaq. Alınacaq orada. A üstü 4. Burada bu olacaq 1 minus A kvadrat B kvadrat. Bu da olacaq 1 plus A kvadrat B kvadrat. Kvadratlar fərqi. Sonra 1 minus A kvadrat minus B kvadratı bir də vuruqlara ayıracağım. 1 plus AB A üstü 4. Burada olacaq 1 plus AB 1 minus AB 1 plus A kvadrat B kvadrat. Artıq 1 plus AB vuruğu mötərizə xanaya çıxa bilər. 1 plus AB mötərizədə kvadrat mötərizə yazım. A üstü 4 plus 1 minus AB vurulsun. Deməli A kvadrat 1 plus A kvadrat B kvadrat. 1 plus A kvadrat B kvadrat oldu. Və buradan da yani F5 buna bərabərdir. Nə əldə etmiş olduq? Deməli F5 bərabərdir 1 plus AB vurulsun A üstü 4 plus 1 minus AB burada da 1 plus A kvadrat B kvadrat. Və aydın məsələdir ki 1 plus AB 641'i yəni F5'i bölür. Və 1 plus AB nə idi? 1 plus AB də 641'dir. Yuxarıda qeyd etmişəm. Bu üsul elə bir ki vuruqlara ayırma üsulu oldu. Birinci üsulla da ispat buradaca bitdi. İspat etdik ki F5 641'ə bölünür. İndi İkinci üsulla ispat vereceğim. İkinci üsul. Bu üsul biraz uzun oldu. Vuruqlara ayırma. İkinci üsul biraz daha kısa olacak. Bu kongruyansları tətbiq edəcəm. Kongruyanslar bilirsiniz ki ədədlər nəzəriyyəsində çox önəmli bir silahdır, alətdir. İndi 640 kongruentdir -1 mod 641 yaza bilərəm təbii ki. Bu doğru bir kongruyansdır. Nedir 640? 5 vurulsun 2 üstü 7'dir. -1 mod 641. Bu en sonuncu kongruyansın hər iki tərəfini 4-cü qüvvətə yüksəldəcəm. Kongruyansın xassələrindən istifadə edirəm. 5 üstü 4 2 üstündə 28 -1 üstü 4'də 1 verəcək. Mod 641. İndi 5 üstü 4 bizə nə verir? 5 üstü 4 bizə verir 625. 625 -16'dır.
mod 641'də onu buradan yazım. Deməli 5 üstü 4 nədir? 625'dir. 625 də mənfi 16'dır. Yəni mənfi 2 üstü 4'dür. Mod 641'də. İndi bu 5 üstü 4'ün mənfi 2 üstü 4 olduğunu ulduz kongruyansında yerine yazacağım. Yəni 5 üstü 4'ün yerine mənfi 2 üstü 4 yazacağım. Olacaq mənfi 2 üstü 4 vur 2 üstü 28 kongruenttir 1 mod 641. Buradan anılacaq ki 2 üstü 32 kongruenttir mənfi 1 mod 641. Yani 2 üstü 32 plus 1 kongruenttir 0 mod 641. Bu da F5 deməkdir. F5 kongruenttir 0 mod 641. Bu da o deməkdir ki 641 ədədi F5'i bölür. Yani F5 641'e bölünür. Bununla da ispat bitti. Təbii ki F5'i hesaplayıp da onu göstermek mümkündür ama o riyazi olmur. Yani ciddi riyazi ispat sayılmaz o. Yani F5'i hesaplamadan, çünkü F5 çok böyük bir ədəd olacaq. Biz onun 641'e bölündüğünü ispat elədik. Yani bu Fermat ədədlərinin hamısı sadə ədəd olmur. Bu Fermat ədədlərinin hamısı sadə ədəd deyil. Ama bu Fermat ədədlərinin çox önemli xassələri var. Onu bir videoda bir gün paylaşacağım. Önemli ədədlərdir Fermat ədədləri. Xüsusən də Fermat sadə ədədləri. Yəni Fn sadə olanda ona Fermat sadə ədədi deyilir. Onlar çox önemlidir. Düzgün en bucaqların qurulmasında əhəmiyyəti var. Fermat yəni iddia edib ki, bu Fn'lər həmişə sadə olur, amma onu ispat edə bilməyib. Təbii ki, ispat edə bilməzdir, çünki doğru deyil. Sonra harca bir 100 il müddətdən sonra, 100 ilə yaxın bir müddətdən sonra Euler onu ispat edib ki, F5 641'e bölünür. İndi Euler birinci üsullarını ispat edib, ikinci üsullarını ispat edib, onu bilmirəm. Bəlkə də tam bambaşqa bir üsullarını ispat edib, o da ola bilər. Yəni bu sadəcə bir məsələ idi. İspat etdik. Təbii ki, Fermatın iddiasının səhv olduğunu göstərmək üçün, yəni Euler necə hiss edib ki, F5 641'e bölünəcək, F5 mürəkkəb olacaq, o təbii ki, bir peşəkar yanaşmadır. F5'in 641'e bölündüğünü də ispat etdik. Növbəti videoda görüşərik. Sağ olun.